Bir Həzrəti Musa dedi ki, ilahim mən istəyirəm şeytanı səndən barışdır. Canımız qutarsın da bundan, gəlsin yola bizdən əl çəksin. Dedi ki, gül, barışdır. Allah da ama bir şərt var ki, Adəmin qəbrinə səcd eləsin. Əl çəkmir. Tərsdiq eləmir Allah ki, məsələn, mən mütləqsən tərsdiq deyil. Bunun içində bir fəlsəfə yatır, bilirsiniz. İlk günah nədir? İlk günah nədir? İlk günah özündən dəyərlinin dəyərini etiraf eləməkdir. Məsələn, budur, ana problem budur bəşəriyyət üçün. Allah bir abid olan şeytana, ibadət eləyən bir varlığa, yadda saxlayın, ilk günah abidin günahıdır. Yeryüzündə ilk, yəni varlıq aləmində ilk üsyanı ibadət eləyən elədi. Səcdə eləyən elədi. Allah bir səcdə eləyən abidə özündən dəyərlini göstərdi, o ilə qarşılaşdırdı, dedi buna təzim elə. İndiyəcən iddia edirdin ki, mən dəyərlərə təzim edirəm, yaxşı, dəyərliyə təzim elə görüm, dəyərliyə hörmət göstər görüm.